Deyirlər, Əllamə Hilli, Əllamə Hilli. Bax, odur. Bizdə Şeyxülislam deyirik, onlar Əllamə Hilli. Ağla bax. Və məsələn, sonra 2 səhifə o tərəfə Əli barədə hədis gətirirlər ki, Peyğəmbərdən buyurma. Ki, Əli deyib ki, Quranda ya eyyuhəl-ləzīnə əmənu xitabı ilə başlayan bütün ayələrin müxatabı mənəm. Yəni, ola bilsin ki, ya eyyuhəl-ləzīnə əmənu xitabı ilə başlayan bir ayə olsun, mühacirə aid olsun, ənsara yox. Tutaq ki, hansı sahabəyə aid olsun, hansı sahabəyə yox. Amma ya eyyuhəl-ləzīnə əmənu xitabı ilə başlayan, ey iman edənlər xitabı ilə başlayan bütün ayələrin müxatabı mənəm. İbn-i Teymiyyə də qayıdır ki, ya eyyuhəl-ləzīnə əmənu la tərfa'u əsvatakum fawqa savtin nəbi. Buna da aiddir, Əli. 2 səhifə o tərəfdədir ya. Yəni deyir, sizin 2 səhifə o tərəfli ağlınız yoxdur. O belə dəhşətdirlər. Dəhşətdirlər. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və sallallahu ala Muhammedin və alihi tahirin və la'nu daim ala a'daihim ecmaîn. Deməli, bir neçə fırıldağını kəsib doğrayıb video qoymasını ifşa etdiyimiz kanal Kəzzab kimi tanınan, biz də bir neçə yalanını ifşa etmişik. Şəxsin Qədirxum hadisəsi rəhbər yoxsa dost başlıqlı bir videosunu qoyub. Yəni, videonun əvvəlindən bəzi yerə qədər, müəyyən yerə qədər qulaq astım. O yerə qədər ki, Əllamə Hilli Rahiməhullah haqqında bir söz deyir. İnşallah zaman-zaman orada digər fırıldaqlarını da, yalanlarını da qeyd edəcəyəm. Bir yerdə gəlir, deyir ki, Əllamə Hilli Rahiməhullah deyib ki, Qur'an-ı Kərimdə İmam Əli əleyhissalam buyurur ki, Qur'anda ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər xitabı ilə olan bütün ayələrin müxatabı mənəm. Və güya Əllamə və güya İbn-i Teymiyyə də, hansı ki 29 yalanını ifşa etmişik, bir Vəhabi indiyə qədər qeyd etdiyimiz kimi həmin kanalın özündə nə qədər ilahiyyatçıları var da, Şeyxülislam deyirlər İbn Teymiyyəyə, bir nəfər çıxıb İbn Teymiyyəni müdafiə edə bilmir. Öz təbirləri ilə desək, hünərləri çatmır ki, çıxsın, İbn Teymiyyəni müdafiə eləsin. Çünki o elə bir vəziyyətə salıb ki, özünü İbn Teymiyyə Minhacı Sünnədə batıb orada. Onu müdafiə eləyəndə batıb gedəcək. Orada ki, İbn Teymiyyə deyir ki, bəs yaxşı, səsivizi Peyğəmbərin yanında ucaltmayın, ucadan danışmayın ayəsi. Onda buna nə deyirsən? Əgər orada da axı ya eyyuhəl-ləzīnə əmənu gəlir, ey iman gətirənlər. Yəni əgər bu xitab İmam Əli əleyhissalam bu xitabda müxatəbdirsə, onda bu ona da aiddir. Orada məzəmmət gəlib bax əslində Əbu Bəkir Ömər haqqındadır. Və sonra deyir ki, 2 səhifə sonra gəlib, 2 səhifəlik ağılları yoxdur. İndi bu adam güya Əllamə Hillidən rahmehullah irad tutur və ağıl söhbətini ortaya atır. Biz dəfələrlə demişik axı İbn Teymiyyənin ağlını göstərmişik ki, bu insan gör hansı ağıldadır. Müraciət edib baxa bilərsiniz, İbn Teymiyyə haqqında olan dərslərimiz var. Baxın, mən buradan həmin o yalancı, kəzzab şəxsə deyirəm ki, bir dənə kişilik göstər, hünər, öz dilləri ilə desək. Çıx həmin o hissəni ərəbcə oxu və tərcümə elə. Və həmçində İbn Teymiyyənin orada iradı nədir, onu da oxu. İnsanlar görsünlər ki, sən kəzzabsan yoxsa yox. Demirsən, mən kəzzab deyiləm. Buyur oxu günanda, bəlkə biz səhv edirik, bilmirik. Buyur oxu, göstər ki, Əllamə belə deyib və İbn Teymiyyə də belə bir cavab verib. Və özünə isbat olsun, özünə sabit olsun ki, yalancısınız. Və həmçinin də İbn Teymiyyə cavab verməklə özünü biabır eləyib. Özünün ağlının dayaz olduğunu orada göstərib. O ki, sizin dilinizə salıb rafizilərdə ağıl deyilən şey yoxdur. Görəcəksiniz ki, özündə ağıl deyilən şey yoxdur. Ağıllı adam çünki elə şey fikirləşməz. Əlbəttə, həmin şəxs cavab verməsə, həmin kanaldan da intizarımız var ki, necə ki, onun videosunu qoymuşsa orada, buyurun, bir nəfər çıxsın içinizdən, o qədər ilahiyyatçılarınız var, həmin məsələni göstərsin, görə ki, İbn Teymiyyə Əllamə Hilli Rahiməhullah onu harda deyib və İbn Teymiyyə ona necə rəddiyə verib və özünü necə pis vəziyyətə qoyub. Vəlhamdülillahi rabbil alamin və sallallahu ala Muhammedin və alihi tahirin. Biz indiyə qədər Vəhabilərin yalancı Şeyxülislam olan İbn Teymiyyənin 28 yalanından bəhs etmişik və Vəhabilərin də yalanları adlı playlistimiz var ki, orada 52-yə qədər rəqəmləmişik və yalanlarını göstərmişik. Və Müslimdə gələn 59-cu hədisə əsasən, Buxarıda gələn 33-cü hədisə əsasən münafiqin əlamətləri 3-dür. İzə həddəsə kəzəbə, danışanda yalan deyər. Və həmçinin də Sahih Müslimdə 78-ci rəqəm, 78-ci hədis burada qeyd olunur ki, İmam Əli əleyhissalam buyurur ki, Peyğəmbər mənə buyurdu ki, məni ancaq mömin sevər, məni ancaq münafiq buğz edər. Utanmadan, qızarmadan oturub yalan danışır, ağ yalan danışır, qırmızı yalan danışır, qara yalan danışır.
Kişi yalan danışmaz. Kişi yalan danışmaz.